Salam, bugünkü mövzumuz natural ədədlər olacaq. Riyaziyyatda birinci bölmə. Çalışacağım ki, natural ədədlər mövzusunda bütün xırdalıqların hamısını ətraflı şəkildə izahla verək. Deməli, əvvəlcə başlayıram say sistemlərindən. Say sistemləri iki cür olur. Biri mövqeli idi, biri isə mövqesiz say sistemi. Deməli, biri mövqeli, digəri isə mövqesiz. Deməli, mövqeli say sistemi, mövqesiz say sistemi nə deməkdir? Əgər rəqəmin dayandığı yerdən asılı olaraq mənası dəyişərsə, qiyməti dəyişərsə, buna deyirlər mövqeli. Məsələn, tutaq ki, 53. Buradakı ya da belə yazıram. Burada həm birinci ədədimizdə, həm ikinci ədədimizdə 5 rəqəmi iştirak etmişdir. Burada görürsünüz 5 rəqəminin adı 105-də 5 kimi oxunur. 53-də isə adı dəyişir, 53 olur. Yəni, rəqəmin dayandığı yerdən asılı olaraq, mövqedən asılı olaraq qiyməti dəyişirsə, burada 5-dir, burada 50 deyirik bu 5-ə. Buna deyirlər mövqeli say sistemi. Mövqeli say sisteminə deməli, nümunə olaraq onluq say sistemini göstərə bilərik. Normal bizim riyaziyyatda istifadə elədiyimiz say sistemi onluq say sistemidir. Niyə görə onluq say sistemidir? Çünki 10 dənə rəqəmimiz var. 0-dan 9-a kimi bütün ədədlər bunun köməyi ilə düzəlir. Deməli, mövqeli say sisteminin nə olduğunu bildik. Rəqəmin dayandığı mövqedən asılı olaraq qiyməti dəyişirsə, bu oldu mövqeli say sistemi. Mövqesiz say sisteminə isə Roma ədədlərin, Rum rəqəmlərin göstərmək olar. Məsələn, V hərfi biz bilirik ki, 5 deməkdir. Bu, yəni, harada yazılsın, adın dəyişib 50 deyilmir. Məsələn, belə də olsa, bunun adı həmişə V hərfinə biz 5 deyəcəyik. Fərqi yoxdur, əvvəldə də dursa və yaxud belə də olsa, fərqi yoxdur. Bunun adı heç vaxt dəyişib 50 olmur, elə 5 olur. Buna da nə deyirlər? Mövqesiz say sistemi. Mövqesiz say sistemi, yəni dayandığı mövqenin rəqəmin qiymətinin dəyişməsinə heç bir təsiri yoxdur. Ona görə də mövqesiz say sistemi oldu. Mövqesiz say sisteminə dedik ki, Rum rəqəmləri aiddir. Rum rəqəmlərində biz bilirik ki, 7 dənə hərfdən istifadə olunur. Məsələn, birincisi bu 1-dir, sonra 5 gəlir, sonra 10 var bizdə, sonra bizdə var 50 idi, C 100'dür, D 500'dür, D 500'dür, M də bizdə 1000'dir. Deməli, M də neçədir? M də bizdə 1000'ə bərabərdir. M də bir dəqiqə. Deməli, D 500'dür. M də bizdə bərabərdir 1000'ə. Yadımızda saxlamalıyıq ki, Rum rəqəmlərində bir simvoldan maksimum 3 dəfə istifadə oluna bilər. Məsələn, 30 yazanda 3 dənə 10 yaza bilərik. 30 yazanda biz yazacağıq 3 dənə 10. Yazanda 3 dənə 10 yaza bilərik. Amma 40 yazanda deməli 30 bərabərdir, bizdə 3 dənə 10 yaza bilərik. Amma 40 olanda 4 dənə 10 istifadə oluna bilməz. 4 dənə 10-dan istifadə oluna bilməz. Ona görə 40-ın yerinə 50-10 yazacağıq. 50-10. Yadımızda saxlayırıq ki, Rum rəqəmlərində özündən soldakı əgər kiçiksə, verilmiş ədəddən soldakı özündən kiçiksə, o zaman çıxılır. Yox, özündən soldakı böyükdürsə, o zaman toplanılır. Məsələn, 50, tutaq ki, belə olsun, burada C. 50x40 demək oldu. Çünki 10 solda yerləşən 50-dən kiçikdir deyə çıxıldı. Amma 50C elə 50 olar. Lap bunu bir dənə biz D yazaq. Deməli, D 50, 550.
Belə olanda isə toplanıb olacaq 550. Rum rəqəmlərində deməli özündən soldakı kiçik olanda çıxılır, özündən soldakı böyük olanda isə toplanılır. Bir simvoldan da yadımızda saxlayırıq ki, maksimal 3 dəfə istifadə oluna bilər. Gələk baxaq növbəti biz ədəd oxuna. Bunu da yadımızda saxlayırıq ki, deməli riyaziyyatda onluq say sistemlərindən istifadə olunur. Onluq say sistemləri ona görə onluqdur ki, rəqəmlərimiz 10 dənə rəqəmdən istifadə edirik. 0, 1, 2 və salam, axırıncısı da 9. Bu bizdə rəqəmlərdir və bütün ədədlər bu rəqəmlərin köməyi ilə düzəlir. Gələk baxaq ədəd oxuna. Görək ədəd oxu nədir? Ədəd oxu koordinat başlanğıcından olaraq hələ ki natural ədədlərdir, müsbət ədədləri keçirik deyə 0-dan başlayırıq. 0, 1, 2, 3 bu qaydada davam edir. Artan sıra ilə davam edir. Bəzən bizdə belə sual var. Məsələn, ədədlər verilir, deyir ən sağdakı ədədi göstər. Ən sağdakı ədəd ən böyük deməkdir. Yəni fikir versək burada bax 1 0-dan sağda yerləşir, bir daha böyükdür. 3 bunların hamısından sağda yerləşir, daha böyükdür. Yəni bizə bir neçə ədəd verilib ən sağdakini soruşsa, demək burada ən böyük ədədi soruşur və yaxud ən soldakini soruşsa, ən kiçik ədədi soruşur. Gələk baxaq görək natural ədədlərə. Natural ədədlər böyük N hərfi ilə işarə olunur. Natural ədədlər say zamanı istifadə olunan ədədlərə deyilir. Say zamanı biz əşyaları sayarkən sıfırdan başlamırıq. Məsələn, kitabları sayanda 1 kitab, 2 kitab, 3 kitab belə gedir. Ona görə sıfır natural ədəd hesab olunmur. Nə də 1,7 kitab demirik, mənfi 3 kitab demirik. Ona görə nə bütün ya da 4/3 demirik. Bütün deməli, bütün kəsirlər, istəyir adi kəsir olsun, istəyir onluq kəsir olsun, bütün mənfi ədədlər nə də sıfır, heç biri natural ədədə daxil deyil. Natural ədədlər 1, 2, 3, ən axırıncısı da N şəklində göstərilən ədədlərdir. Dedik ki, sıfırdan natural ədəd deyil. Sonra gələk baxaq biz tək cüt ədədlərə. Görək bu tək ədədlər, cüt ədədlər nədir? Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlərə cüt ədədlər deyilir. Sonu deməli, sonu 1, 3, 5, 7 ilə bitən ədədlərə isə tək ədədlər deyilir. Yadınızda saxlayırsınız ki, 0 özü də cüt ədəddir. Deməli, nə yadımızda saxlayırıq? Sonu 1, 3, 5, 7, 9 olan ədədlər təklərdir. Sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlər cüt ədədlərdir. Bir də bunu qeyd kimi yadımızda saxlayırıq ki, 0 özü də cüt ədəd hesab olunur. 0 cüt ədəddir. Bunu da yadımızda saxlamaq lazımdır. Sonra var idi bizdə gələk baxaq natural ədədlərin mərtəbə qiymətlərinə. Natural ədədlərin mərtəbə qiymətlərində hər mərtəbədə yadımızda saxlamalıyıq ki, 3 rəqəm olmalıdır. Çatmayan yerə isə sıfırlar əlavə olunur. Məsələn, deyirik ki, 7 milyard sözlə tutaq ki, verilir. Milyard 82. Məsələn, ədədimiz belədir, 7 milyard 82. Deyir, bu ədədi standart formada yaz. Bu zaman sən bilməlisən 3 ayıranda 100, 1000, milyon, milyard. Deməli, bura yüzlük, bura minlik, milyonluq, milyardlıq. Hər mərtəbənin öz qiymətini yerinə yazırıq. 7 milyard, milyard yerinə 7 yazdıq. 82-ni isə gətirib sona yazırıq. Hər damada bizdə 3 dənə ədəd olduğuna görə çatmayan yerlərə 0 əlavə eləyirik. Burada bu üçlükdə bir dənəsi çatmırdı. 1 0 qoyduq, milyarda 3 0, milyona 3 0. Lap sonuncu mərtəbəyə isə, ən böyük mərtəbəyə isə burada 3 dənə olmasına ehtiyac yoxdur. Deməli, 7 milyard 82-nin yazılışı belə oldu. 7 dənə 0, bir də 82. Yəni, ədədləri standart formada yazmağı bacarmalıyıq. Gələk baxaq mərtəbə vahidlərinə. Tutaq ki, belə bir ədədimiz verilib. Gəlin bunların mərtəbə vahidlərinə baxaq. Birinci yerdə duranın adı təklik, ikinci yerdə duranın adı onluq, üçüncü yerdə duranın adı yüzlük, sonra minlik,
milyon, təklik, onluq, yüzlük, tək minlik, 10 minlik, 100 minlik, 1 milyon, deməli 1 milyon, bu da oldu 10 milyon. 10 milyon. 76 milyon 543 min 201 ədədimizin yazılışı belə oldu. Yəni biz bunları əzbərdən bilməliyik. Tutaq ki, bu ədəd verilib bizə. Deyir ki, verilmiş ədəddə neçə minlik var? Yəni bu suallarda var, bir neçə testlərdə var bu suallar. Bu ədəd bizə verilib. Deyir neçə minlik var? Gəlib minliyi tapmalıyıq. Təklik, onluq, yüzlük, minlik. Minliyin altdan xətt çəkirik və arxadakıları hesablamırıq. Bunu ləğv eləyirik. Deməli oldu 76.543 minlik var. Minlik var. Yenə deyirəm 76.543.201 ədədində desə neçə minlik var? Minliyi tapırıq, geridəkiləri ləğv eləyirik. Məsələn, belə bir ədəd deyirəm. Deyir ədədində 278 ədədində neçə onluq var? Təklik onluğu tapdıq. Yenə arxadakıları ləğv eləyirik. Deyirik 27 onluq var. Vəssalam, 27 onluq var. Bu da oldu bizdə mərtəbə vahidlərimiz. Belə bir də bir şey deyim sizə ədədlər olaraq ki, yadınızda saxlayın. Bir unikal ədəd sözü var. Bəzi kitablarda var. Unikal ədəd. Unikal ədəd. Bir də palindrom ədəd var. Palindrom. Palindrom ədəd. Deməli, unikal ədəd nədir? Palindrom ədəd nədir? Unikal ədəd heç bir rəqəmi təkrarlanmayan ədədə unikal ədəd deyilir. Məsələn, 475. Bu unikal ədəddir. Çünki heç bir rəqəm təkrarlanmayıb. Amma məsələn, 171 bu unikal ədəd deyil. Çünki birdən 2 dənə var. Palindrom ədəd isə həm düzünə, həm tərsinə oxunuşu eyni olan ədədlərə palindrom ədədlər deyilir. Məsələn, 575. Bunu soldan sağa doğru da oxuyanda 574-dür və yaxud da sağdan sola doğru da oxuyanda 574-dür, 575-dir. Belə ədədlərə isə palindrom ədədlər deyilir. Qeyd kimi deyirəm ki, nə zamansa qarşınıza çıxsa biləsiniz. Sonra gələk baxaq biz natural ədədlərin açılışına. Məsələn, üstü xəttli şəkildə veriləndə AB üstü xətt. Üstü xətt bu o deməkdir ki, bu 2 rəqəmli ədəddir. Ona görə xətt qoyurlar ki, yəni AB ilə siz qarışdırmayasınız. Məsələn, A bərabər tutaq 4, B bərabərdir 7 olarsa, onu da bilməlisiniz ki, bu 47 deməkdir. Yəni, A hərfinin yerinə 4 qoyuruq, B hərfinin də yerinə 7. Bu üstünün xətti varsa, deməli bu 2 rəqəmli ədəddir. Söhbət 47-dən gedir. Ancaq AB olsa, yerlərinə yazanda biz bilirik, ortada heç nə yoxdursa, bu gizli vurma deməkdir. 4 dəfə 7 cavabı 28 deməkdir. Yəni, üstü xəttli ilə üstü xəttsiz AB-nin fərqi bu deməkdir. Üstü xəttli olanda bu sadəcə olaraq 2 rəqəmli ədəddən söhbət gedir. Yəni, 2 rəqəmli, 3 rəqəmli fərqi yoxdur. Ədədlərin açılışı da bu şəkildədir. Təklik onluq olduğuna görə 10A üstəgəl B. Vəssalam. Məsələn, elə bu 47-ni də açıq şəkildə yazaq biz. 47. 47-ni bax 10A. A-nın yerində indi 4-dürsə 10 vur 4 üstəgə 7. Həqiqətən oldu 47. 3 dənəli olsa ABC necə olacaq? Təklik, onluq, yüzlük. 100A üstəgəl 10B üstəgəl C şəklində olar. Gələk baxaq üslü xəttli ədədlərə aid nümunəyə. Məsəl üçün belə bir nümunə var. AB 8 çıxılsın AB bərabərdir 143. Olarsa deyir ki, A plus B-ni tapın. Və yaxud A vur B də ola bilər, fərqi yoxdur. Deməli, gələk baxaq. Biz bunu açılışla yazanda təklik, onluq, yüzlük olacaq 100A üstəgəl 10B üstəgəl 8. Təklik yerindədir deyə elə oldu 8. Çıxılsın. Bunu yenə açanda 10A üstəgəl B. Ona görə mötərizədə yazdım ki, qarşıda çıxılanda içərinin işarəsini dəyişəcəyik. Gəlib baxaq. Deməli, oldu 100A
üstəgəl 11, üstəgəl 8 çıxılsın 10-a, çıxılsın B bərabərdir 143-ə. 100-adan 10-a çıxanda 90-a, üstəgəl 10B-dən B-ni çıxanda 9B, üstəgəl 8, üstəgəl 8-i də ədədin yanına keçirək, bu üzə gətirək, 143 çıx 8 olsun. İndi oldu 90A üstəgəl 9B bərabərdir 135-ə. Hər tərəfin sıranın 9-a bölsək, 10-a üstəgəl B bərabər olacaq 15-ə. Buradan belə çıxdı ki, 10-a üstəgəl B AB-nin açılışı deməkdir də 10-a üstəgəl B. 15-dirsə, deməli A-nın cavabı 1-dir, B-nin cavabı da 5-dir. Vəssalam, A oldu bizdə 1, B oldu 5. Deməli, bunun iki üstü xətli ədədlərin açılışına aid bir nümunə dedim. Bir də yadınızda saxlayırsınız ki, üstü xətli ədədlər bəzən belə açılışından bizə heç nə vermir. 3 hərf olanda adətən açanda heç nə vermir, həll etmək olmur. Bunun üçünsə ibtidai sinifdən keçirik, adi alt-alta çıxmadan istifadə eləyərik. Gələk baxaq, biz bunu başqa cür göstərək. Deməli, A, B, 8 çıxılsın, A, B. İkinci bir üsulu da göstərirəm, 143. Biz dedim bunu alt-alta çıxmadan istifadə eləyə bilərik. Çıxılsın, çıxılsın A, B. Bərabərdir 143. Adi ibtidai sinifdə keçdiyimiz kimi 8-dən neçə çıxanda 3 eləyər, 5 çıxanda. Deməli, B hərfinin cavabı oldu bizdə 5. B 5-dirsə, 5-dən neçə çıxanda 4 eləyər, 5-dən 1 çıxanda A da bərabər oldu 1. Vəssalam. Yəni, hər zaman AB üstü xət görəndə bunu açmağa çalışmırsınız. Yəni, bu üsulla da eləsəniz düzgün nəticə əldə eləyə bilərik. Sonra gəldik, baxdıq biz, deməli, natural ədədlərdə bizdə var idi ardıcıl ədədlər, tək ədədlər, cüt ədədlər bilinməyən. Məsələn, ardıcıl ədədləri, bilinməyən ardıcıl ədədləri yadınızda saxlayırsınız ki, bu ardıcıllıqla gedirik. Biri n-dir. Ardıcıl ədədlər bir-birindən bir vahid böyük olduğuna görə bu ardıcıl ədədlər yazıram. Qarşısına ardıcıl. İndi, ardıcıl cütlər deyəndə birincisini 2n-dən götürürsünüz. Birincisi 2n-dir. Bax, ardıcıl ədədlərə baxaq. 6, 8, 10, 100, 102, 104. Bir-birindən 2 vahidlə fərqlənir. 2n plus 4 şəklindədir. Bu oldu ardıcıl cüt ədədlər. Ardıcıl cüt. Bir də var ardıcıl tək. Ardıcıl təkləri isə yenə 2n-dən götürürsünüz. 2n, 2n plus 1-lə, 2n plus 3, bir də 2n plus 5. Bu da ardıcıl tək ədədlərdir. Ardıcıl təklər. Deməli, niyə görə bu n plus 1-lə olmadı və yaxud n-lə olmadı bunlar? Çünki n ədədi bilinmir təkdir ya da cütdür. Məsələn, n plus 1-ə tək deyə bilmərik. Çünki n-in yerinə, məsələn, 3 qoyanda çöndə oldu 4. Məsələn, n-in yerinə 6 qoyanda çöndə oldu 7. Yəni, bu n plus 1 bəzən təkdə olur, bəzən cütdə ola bilir. Ona görə biz bunu 2n-lə başlayırıq. Amma gəlib 2n-lə baxanda, baxın, 2n-lə olanda bu həmişə 2n plus 1-ə baxaq biz. 2n plus 1 həmişə təkdir. 2n plus 1-ə baxaq. N-in yerinə, məsələn, 3 qoyanda. 2 dəfə 3, 6, üstünə 1, 7. N-in yerinə, məsələn, 4 qoyanda. 2 dəfə 4, 8, üstünə 1, 9. N-in yerinə lap 10 qoysaq. 2 dəfə 10, 20, üstünə 21. Görürsünüz, N-in yerinə tək də qoysam, cüt də qoysam, nə qoysam fərqi yoxdur. Həmişə cavablarımız tək olur. Ona görə ardıcıl təkləri 2n plus 1, 2n plus 3, 2n plus 5-lə yazırsınız. Ardıcıl cütləri 2n, 2n plus 2, 2n plus 4 bu qayda ilə yazmaq lazımdır. Bu qayda ilə yazmaq lazımdır. Ardıcıl ədədlərin ümumi yazılışını da dedim. Deməli, sonra gələk baxaq. Tək və cüt ədədlər, məsələn, buna aid bir dənə nümunəyə də baxaq. Ondan sonra
Keçək növbəti qaydaya. Məsələn, belə deyir ki, 3 ardıcıl tək natural ədədin cəmi 75 olarsa, bu ədədləri tap. Biz dedik ki, 3 ardıcıl tək ədəd bu qayda ilə gedir. Birincisi 2n plus 1-dir. İkincisi 2n plus 3-dür. Üçüncüsü də 2n plus 5-dir. Deyir, cəmi 75-dir. Bərabər qoyduq 75-ə, adi tənlik kimi həll edirik. N'ləri bir toplayanda 6n, 1, 3, 5-i toplayanda elədir 9, bərabərdir 75-ə. 6n bərabərdir 75-dən 9 çıxanda qaldı 66, n də bərabər oldu 11-ə. N 11-dirsə, 2 dəfə 11, 22, üstünə 1 gələndə 23, 2 dəfə 11, 22, üstünə 3 gələndə 25, burada elədi 27. Deməli, həmin ardıcıl tək ədədlər biri 23 imiş, ikincisi 25 imiş, axırıncısı da neçə imiş? 27 imiş. Bunu yadınızda saxlayırsınız ki, tək ədəddən cüt ədədlə tək ədədin deməli cəmi, hasili, nisbəti bunları soruşanda həmişə biz istifadə eləyirik kiçik nümunələr götürməklə ədədlərdən. Məsələn, deyir ki, tək ədədlə cüt ədədin cəmi, deyir təkliflərdən hansı doğrudur? Tək ədədlə cüt ədədin cəmi cütdürmü? Təklə cütün cəminə baxırıq. Deyir, nədir? Sırazı özümüzdən kiçik nümunə götürürük. Tək ədədə 1 götürüm, cüt ədədə də 2 götürüm. Cavab 3 alındığına görə deməli tək ədədlə cüt ədədin cəmi təkdir. Məsələn, təklə təkin hasili bizdən tutaq ki, soruşulur ki, təkdir yoxsa cütdür. Yenə kiçik nümunə götürüm. Biri 1 olsun, biri 3. Vuranda 3 elədiyinə görə sırazı deyirəm ki, təkdir. Bir dənə şey yadınızda saxlayırsınız ki, tək ədədin qüvvətində istənilən ədəd olsun, fərqi yoxdur, həmişə tək ədəddir. Cüt ədədin qüvvətində fərqi yoxdur, nə olursa olsun, həmişə cüt ədəddir. Yəni, bu bizdə çox hallarda istifadə olunacaq. Məsələn, nümunəyə baxın. Deyir ki, 15 üstü 27 ədədi tək ədəddir, yoxsa cüt ədəddir. Sən bu qaydanı bilirsənsə, tək ədədin üstü dəxli yoxdur. Nə olur olsun, tək də olsun, cüt də olsun, həmişə tək ədəddir. Deyəcəksən ki, tək ədəddir. Məsələn, deyir ki, 22-nin üstü 41. Tək ədəddir, cüt ədəddir. Sən bilsən ki, bu qaydanı cüt ədədin üstü istənilən ədəd cüt ədəddir. Deməli, buna da deyəcəksən ki, cüt ədəddir. Vəssalam, bu da bu qədər. Sonra gəldik, baxdıq. Deməli, baxaq görək. Gələk baxaq, bölünmə əlamətləri var natural ədədlərdə. Ondan sonra sadə mürəkkəb ədədlərə keçək. Gələk bölünmə əlamətinə baxaq. Bölünmə əlaməti ibtidai sinifdə də var, 5-ci sinifdə də var. Başdan baxaq. Bütün ədədlər 1-ə bölünür, bunu bilirik. 2-ə bölünmə qaydasına baxaq. Sonu cüt olan ədədlər, sonu 0, 2, 4, 6, 8, yəni cüt ədədlər. Cüt ədədlər, bütün cüt ədədlər nəyə bölünür? 2-yə bölünür. Gələk 3-ə bölünmə qaydasına baxaq. Rəqəmlərinin cəmi 3-ə bölünən ədədlər 3-ə bölünür. Məsəl üçün nümunə götürürəm 102. 102-nin rəqəmləri cəmi 1 üstəgəl 0 üstəgəl 2 3 eləyir. 3 də 3-ə bölündüyünə görə deməli 102 3-ə tam bölünür. Gəldik, baxdıq 4-ə bölünmə qaydasına. Son 2 rəqəmi 4-ə bölünən ədədlər 4-ə bölünür. Məsələn, 124. Son 2 rəqəminə baxıram. Son 2 rəqəmi 24-dür. 24 də 4-ə bölünə bilir. Qalıqsız 6 düşür. Ona görə deməli 124 4-ə bölünür. Məsələn, 122. 122 daha özümə əziyyət verib çubuqla bölməyə ehtiyac yoxdur. Çünki son 2 rəqəmi 22-dir. Biz bilirik ki, 22 4-ə bölünmür. 22 4-ə bölünəndə qalıq düşəcək. Gəldik, baxdıq. Deməli, 5-ə bölünməni bilirik. Sonu 0 və 5 ilə bitən bütün ədədlər 5-ə bölünür. 6-ya bölünmə əlaməti 6, 2 vur 3 olduğuna görə o zaman deyərik ki, sonu cüt olsun, rəqəmlərinin cəmi də 3-ə bölünsün. Yəni, həm bu qaydanı ödəməlidir, həm də bu qaydanı ödəməlidir. Bu ədədlər 6-ya bölünür. Məsələn, bir nümunəyə baxaq. Tutaq ki, 150. 150-nin sonu cüt olduğuna görə 2-yə bölünür. Rəqəmlərini də toplayanda 6 elədiyinə görə 3-ə bölündüyünə görə deməli deyərik ki, 150 ədədi 6-ya bölünür. Gəlib 7-yə bölünmə əlamətinə baxaq. 7-yə bölünmə əlaməti ədədin sonuncu rəqəmini
5'ə vurub qalan hissə ilə toplayanda əgər cəm 7-yə bölünürsə, həmin ədəd 7-yə bölünür. Məsələn, nümunəyə baxaq. Tutaq ki, 532. Ədədin son rəqəmini 5'ə vurub qabaqki ədədlə toplayırıq. Ədədin son rəqəmi 2-dir. 2-ni vuraq 5'ə, qabaqki hissə ilə son rəqəmi vururuq 5'ə, qabaqki hissənin özü ilə toplayırıq. 2-ni vurduq 5'ə, üstünə gəldik 53. Deməli, 10 üstünə 53 gələndə 63. 63 də 7-yə bölündüyünə görə onda deyirik ki, bu ədəd 7-yə bölünür. Bir də deyirəm, ədədin sonuncu rəqəmini 5'ə vururuq. Qabaqki hissə ilə, qabaqda qalan hissə ilə toplayırıq. Həmin ədəd 7'yə bölünürsə, o zaman deyirik ki, verilmiş ədəd 7'yə bölünür. 8'ə bölünmə qaydamıza baxaq. 8'ə bölünmə qaydasında isə ədədin sonunda 3 dənə 0 olsa və yaxud da ki, son 3 rəqəmi 8'ə bölünürsə, həmin ədəd 8'ə bölünür. Məsələn, 1008. Son 3 rəqəmi 008 elə 8 demək. 8'ə bölündüyünə görə 8'ə bölünür. Və yaxud da belə deyək, 2000. Sonunda 3 dənə 0 olduğuna görə də yenə 8'ə bölünür. Gələk baxaq növbəti qaydamıza 9'a bölünməyə. 9'a bölünmə qaydasına. 9'a bölünmə 3'ə bölünmə qaydası ilə eynidir. Rəqəmlərinin cəmi 9'a bölünən ədədlər 9'a bölünür. Məsələn, 702. Rəqəmlərinin cəminə baxsaq, 7 üstəgəl 0 üstəgəl 2 9 elədiyinə görə deməli 702 9'a bölünür. Ona bölünməni bilirik. Sonu 0 ilə bitən ədədlər, 0 ilə bitən ədədlər ona tam bölünür. Sonra gələk 11'ə bölünmə qaydasına baxaq. 11'ə bölünmə qaydası ədədin tək yerdə duranlarının cəmi ilə cüt yerdə duranlarının cəminin fərqi 11'ə bölünür, deməli, fərqi 0 olarsa, onda bu ədədlər 11'ə bölünür. Məsələn, nümunəyə baxaq. 11'ə bölünmə qaydası. Ədədin tək yerdə duranların bir toplayırıq. Deməli, 2 üstəgəl 4, yox. 2 üstəgəl 3 üstəgəl 7 çıxılsın cüt yerdə duranlar. 4 üstəgəl 8 bərabərdir 0. Deməli, 9, 12 bu elədi, 12 bu 0. Deməli, bu ədəd 11'ə bölündü. Gələk baxaq 12'yə bölünmə əlamətinə. 12'yə bölünmə əlaməti deməli 3 vur 4 kimi yazsaq 12'ni, 12'ni 3 vur 4 deməkdir də. 3 vur 4. Həm 3'ə, həm də 4'ə bölünən ədədlər 12'yə bölünür. Yəni 4'ə bölünmənin qaydası necədir? Son 2 rəqəmi 4'ə bölünsün, rəqəmlərinin cəmi də 3'ə bölünsün. Gələk buna bir dənə nümunə yazaq. Məsələn, gələk baxaq 1356. Son 2 rəqəmi 56 4'ə bölünür qalıqsız. Bir də rəqəmlərinin cəminə baxaq. Deməli, son 2 rəqəmi 4'ə bölündüyünə görə 4'ə bölündü 1356. Rəqəmlərinin cəminə baxaq. 1 üstəgəl 3 4, 4'ün üstə 5 9, 9'un üstə 6 15. 15 də 3'ə bölündüyünə görə həm də 3'ə bölünür. Deməli, 1356 12'yə bölündü. Bu da 12'yə bölünmə əlaməti. 15'ə bölünməni götürərik 3 vur 5 kimi. Deməli, toplayanda rəqəmlərin cəmi 3'ə bölünməlidir. Sonu da 0,5 olmalıdır ki, ya 0 ya 5 olmalıdır ki, 15'ə bölünsün. 18'ə bölünməni yaza bilərik 2 vur 9. 18'ə bölünməni 2 vur 9 kimi yazanda. Deməli, rəqəmlərini toplayanda 9'a bölünməlidir. Sonu da cüt olmalıdır ki, 2'ə bölünsün. Bir də var bizdə 25'ə bölünməni də deyim, yekunlaşdıraq. Son 2 rəqəmi 0 olan və son 2 rəqəmi 25'ə bölünən ədədlər 25'ə bölünür. Məsələn, 1250. Son 2 rəqəmi 50-dir, 25'ə bölünür. 1275 də ola bilərdi və yaxud sonunda 2 dənə 0 varsa, həmin ədədlər 25'ə bölünür. Sonra biz gələk baxaq. Deməli, bura mən sizə bir dənə də qeyd eləmək istəyirəm. Ədədin sonuncu rəqəminin tapılması. Bu da maraqlı suallardır. Çox testlərdə istifadə olunur. Məsələn, deməli,
Qoy mən birinci qeydimi buradan eləyim. Sonu 2, 3, 7, 8 ilə bitən ədədlərin sonuncu rəqəmini tapdıqda qüvvəti 4-ə bölürük və aldığımız qalığı təkcə qüvvətdə yazırıq. Məsəl üçün nümunə yazıram. 12 üstü 73 ədədinin deyir sonuncu rəqəmini tap. Deməli, 73-ü böləcəm 4-ə. Təkcə qalığı götürəcəm. Deməli, misalı qısaca belə yazıram. 12 üstü 1. 12 üstü 1 də 12 demək olduğuna görə, deməli, sonuncu rəqəmi 2-dir. Bir də deyirəm, sonu 2, 3, 7, 8 ilə bitən ədədlərin sonuncu rəqəmini tapdıqda, sonuncu rəqəmini tapdıqda qüvvəti 4-ə bölürük, alınan qalığı yazırıq verilmiş ədədin qüvvətində və normal qayda ilə hesablayırıq. 4-ə böləndə zaten kiçik ədədlər alınacaq da, 1, 2, 3 alınacaq qalıqda. Yəni 12 üstü lap 3 də olsa 12-ni 3 dəfə öz-özünə vurub sonuncu rəqəmi rahatlıqla tapa bilərik. Gələk baxaq, bir dənə də nümunə göstərim. Məsələn, 187 üstü tutaq ki 15-dir. Deyir bunun sonuncu rəqəmini tap. Onda 15-i 4-ə böləndə 4 dəfə 3, 12, qalıqda 3 qalır da 187 üstü 3. Belə çıxdı ki, sonuncu rəqəm 7-dir. 7-ni 3 dəfə öz-özünə vuraq görək nə olacaq? 7 vur, 7 vur, 7. 7 dəfə 7, 49. Bunu da 7-yə vuranda 7 dəfə 9, 63. Deməli, ədədimizin sonuncu rəqəmi 3 oldu. Vəssalam, sonuncu rəqəmi 3 oldu. Deməli, sonu 2, 3, 7, 8 ilə olan qaydanı bildik. İndi gələk baxaq. Lövhəmizi tamam təmizləyim. Sonra gələk baxaq sonu 1, 5, 6 ilə bitən ədədlərin sonuncu rəqəmi necə tapılır? Deməli, sileyim bunu, effekt vermir. Deməli, gəldik, baxdıq sonu 1, 5, 6. Sonu 1, 5, 6 ilə bitən ədədlərin sonuncu rəqəmi elə qüvvətin heç olmasından asılı olmayaraq sonuncu rəqəmi özünə bərabərdir. Məsələn, 21 üstü 43. Sonuncu rəqəmi nədir elə? Sonuncu rəqəmi 1-dir. Məsələn, 146 üstü 15. Sonuncu rəqəmi nəyə bərabərdir? Elə 6-ya bərabərdir. 25 üstü 14. Sonuncu rəqəmi nəyə bərabərdir? 5-ə bərabərdir. Sonu 1, 5, 6 ilə bitən ədədlərin qüvvətinin neçə olmasından asılı olmayaraq həmişə sonuncu rəqəmi özünə bərabər olur. Sonra gələk baxaq sonu, bir dənə bizdə 4 qaldı, bir də 9 qaldı. Sonu 4 ilə bitən ədədlərə baxaq. Sonu 4 ilə. Sonu 4 ilə bitən ədədlərin qüvvəti təkdirsə, sonuncu rəqəmi elə 4 olur. Cütdürsə, sonuncu rəqəmi 6 olur. Təkdirsə 4 olur, cütdürsə 6 olur. Nümunəyə baxaq. Məsələn, 24 üstü 15. Bu təkdir deyə sonuncu rəqəmi elə 4 olacaq. Məsələn, 144 üstü 18. Qüvvət cütdür deyə sonuncu rəqəmimiz 6 olacaq. Bir də deyirəm, sonu 4 ilə bitən ədədlərin sonuncu rəqəmini tapanda qüvvətə baxırıq. Qüvvəti təkdirsə, sonuncu rəqəmimiz 4 olur. Qüvvəti cütdürsə, sonuncu rəqəmimiz 6 olur. Eyni qayda ilə 9 da buna oxşuyur. Sonu 9 olan, sonu 9 ilə bitən ədədlərin qüvvəti təkdirsə, sonuncu rəqəm elə 9 olur, cütdürsə sonuncu rəqəmi 1 olur. Məsələn, 19 üstü 23.
3 tək ədəd, 23 tək ədəd olduğuna görə sonuncu rəqəmi elə 9 olacaq. Məsələn, 19 üstü 40. Sonuncu rəqəmi cütdürsə, o zaman sonuncu rəqəmi 1 olacaq. Qüvvətimiz cütdürsə, sonuncu rəqəmimiz 1 olacaq. Bir də deyirəm, 4 və 6 qaydası bir-birinə oxşuyur. Sonu 4 ilə bitən ədədlərin qüvvəti təkdirsə, sonuncu rəqəm elə 4 olur. Cütdürsə, sonuncu rəqəm 6 olur. Sonu 9 ilə bitən ədədlərin qüvvəti təkdirsə, sonuncu rəqəm yenə 9 olur. Cütdürsə, sonuncu rəqəmi 1-ə bərabər olur. Gələk baxaq, deməli, 6-cı sinifi əhatə edən hissəyə ədədlərin sadə və mürəkkəb olmasına. Gələk görək sadə ədədlər nəyə deyilir, mürəkkəb ədədlər nəyə deyilir? Sadə və mürəkkəb. Mürəkkəb ədədlər, qısaca yazım. Deməli, yalnız vahidə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Yəni, bir 1-ə bölünsün, bir də özünə bölünsün. Məsələn, 2 nəyə bölünür? 1-ə bölünür, bir də özünə bölünür. 3 1-ə bölünür, özünə bölünür. 5 1-ə bölünür, özünə bölünür. Belə ədədlər necə ədədlər oldu? Sadə ədədlər. Mürəkkəb ədədə baxaq. 4 1-ə bölünür, 2-ə bölünür, özünə bölünür. 6 1-ə, 2-ə, 3-ə, 6-ya bölünür. Belə ədədlər necə ədədlər oldu? Mürəkkəb ədədlər. Deməli, yalnız 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Belə də deyə bilərik. Yalnız 2 böləni olan ədədlərə sadə ədədlər deyilir. 2 və daha çox, 2-dən çox böləni olan, 2 və yox, 2-dən daha çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Bir yeganə ədəddir ki, nə sadədir, nə sadədir, nə də mürəkkəb. Nə mürəkkəb. Nə sadədir, nə mürəkkəb. Çünki bir bu iki qaydanın ikisini pozur. Sadə ədəd olanda 2 dənə böləni olmalıydı. Biri 1, biri özü. Mürəkkəb ədəd olanda 3 və daha çox böləni olmalıdır. Birin isə cəmi bir dənə böləni var. Bu iki qaydanın ikisini də pozduğuna görə bir nə sadə ədəd oldu, nə də mürəkkəb ədəd. Sonra yadımızda saxlayırıq ki, 2 yeganə cüt sadə ədəddir. Cüt sadə ədəddir. Yəni, 2-dən başqa heç bir cüt ədəd yoxdur ki, o sadə olsun. Qalan bütün cüt ədədlər hamısı mürəkkəb ədədlərdir. Sonra gəlib bunu yadımızda saxlaya bilərik ki, 4 ən kiçik sadə mürəkkəb ədəddir. Ən kiçik mürəkkəb ədəddir 4. 4-dən kiçik mürəkkəb ədəd yoxdur. Sadə ədədlərdə, mürəkkəb ədədlərdə sonsuz saydadır. Sonra sadə və mürəkkəb ədəddən başqa həm də qarşılıqlı sadə ədədlər var. Qarşılıqlı sadə ədədin sadəyə, mürəkkəbə dəxli yoxdur. Qarşılıqlı sadə ədədlər ortaq böləni olmayan ədədlərdir. Məsələn, 8 ilə 11. 8 nəyə bölünür? 2-yə, 1-ə, 4-ə, 8-ə. 11 də bölünür 1-ə, 1 də 11-ə. Qaydası da belədir. Yalnız birdən başqa ortaq böləni olmayan ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. 8 ilə 11-in birdən başqa ortaq böləni yoxdur. Ona görə 8 ilə 11-ə qarşılıqlı sadə ədədlər deyilir. Bu ikisi qarşılıqlı sadədir. Yadımızda saxlayırıq ki, bütün ardıcıl ədədlər, deməli ardıcıl ədədlər qarşılıqlı sadədir. Məsələn, tutaq ki, 7 ilə 8 bir-birinin ardınca gəlibsə qarşılıqlı sadədir. Sonra yadımızda saxlayırıq ki, bir bütün ədədlərlə qarşılıqlı sadədir. Məsələn, 1 ilə 15, 1 ilə 8, bir bütün ədədlərlə qarşılıqlı sadədir. Sonra yadımızda saxlayırıq ki, bütün ardıcıl təklər, ardıcıl tək ədədlər də qarşılıqlı sadədir. Məsələn, 3-ün ardınca gələn tək ədəd 5-dir də. Sonra 15 ilə 17. Ardıcıl cütlər isə deyə bilmərik. Ardıcıl təklər də qarşılıqlı sadədir. Qarşılıqlı sadə, məsələn, belə bir şey verilib. Deyir ki, 1, 2, 4, 5, 6. Deyir, verilmiş ədədlər içərisindən neçə cütü qarşılıqlı sadədir. Bunu oradan-buradan yəni təsadüf seçib düzəltməyin. O zaman səhvə yol verirsiniz. Birinci 1 ilə başlayırıq.
Demişik ki, bir bütün ədədlərlə qarşılıqlı sadədir. 1 ilə 4, 1 ilə 5-i də götürdük, 1 ilə 6-nı da götürdük. İndi 2 ilə başlayırıq. Bir seçdik, qutardıq. Özü geriyə qayıtmırıq, əvvələ qayıtmırıq, ancaq sonrakilərə baxırıq. 2 ilə 4-ü götürə bilmərik, hər ikisi 2-yə bölünür. 2 ilə 5-in ortaq vuruğu yoxdur. Deməli, 2 ilə 5-i götürə bilərik. 2 ilə 6-nı götürə bilmərik, hər ikisi 2-yə bölünür. 2 də bitdi. İndi 4 ilə axtarırıq. 4 ilə 5 ortaq böləni yoxdur, o zaman qarşılıqlı sadədir. 4 ilə 6-nı götürə bilmərəm, çünki hər ikisinin ortaq vuruğu var, 2-yə bölünür. 4 də bitdi, bir də gəldi 5 ilə 6. Vəssalam, ədədlərimiz bitdi. Deməli, bu ədədlərin içərisindən 7 cüt qarşılıqlı sadə ədədlər cütü düzəltmək mümkündür. Sonra gələk baxaq biz ədədin sadə vuruğuna, sadə böləninə. Məsələn, gəlib baxıram, tutaq ki, 160 ədədinə. 160 ədədini sadə vuruqlara ayırıram. 160 2-yə 80, 2-yə 40. Məsələn, bura 44-ə yaza bilmərəm. Çünki 4 mürəkkəb ədəddir. Sadə vuruqları ayıranda sağ tərəfin hər biri sadə ədəd olmalıdır. 2-yə 20, 2-yə 10, 2-yə 5, 5-ə 1. Deməli, 160 ədədini ayırdım sadə vuruqlara. Onda belə yaza bilərəm. 2-dən 3, 5 dənədir. 5-dən də 1 dənədir. Bu şəkildə yaza bilərəm. Sadə vuruqlara ayırdıq. Sizdən 160 ədədi ilə bağlı bu suallar düşə bilər. Neçə sadə vuruğu var? Neçə sadə böləni var? Neçə natural böləni var? Neçə tam böləni var? Gərək bu sualların hamısını bir-bir cavablandıraq. Sadə vuruq deyəndə hamısını götürürük. 1, 2, 3, 4, 5, 6. Deməli, 6 dənədir. Sadə bölən deyəndə müxtəlif, hərəsindən birini götürürük, 2 dənədir. Bir dənə 2, bir dənə 5-i seçdim. Natural böləni tapanda isə, bax, bu qüvvət formasında yazılışdan sonra qüvvətlərin hərəsinin üstünə 1 gəlib vururuq. 5 plus 1 vurulsun, 1 üstə gəl 1. Bu da eləyəcək 6 vur 2, 12. Deməli, natural böləni neçə dənə oldu? 12. Tam bölənin deyəndə o zaman 12-ni 2-yə vururuq. Natural böləni 2-yə vururuq, 24. Ona görə 2-yə vururuq ki, məsələn, 6 ədədinin natural bölənləri hansılardır? 1, 2, 3, 6. Eyni qayda ilə mənfi 1-ə də, mənfi 2-yə də, mənfi 3-ə də, mənfi 6-ya da mənfi 6-ya da bölünə bilir. Görürsünüz, tam bölən deyəndə eyni ədədlərin mənfisi də olur deyə. Yəni 8 dənə tam böləni olur. 6-nın 4 dənə natural böləni olur, 8 dənə tam böləni. Tam böləni tapanda natural böləni 2-yə vurmaq lazımdır. Bir də uşaqlar, sizə bir dənə də qeyd eləyəsiniz. Mənfi ədədlərdə yadınızda saxlayın, tək cüt olur. Məsələn, mənfi 8 cüt ədəddir. Mənfi 5 tək ədəddir. Yəni, necə ki, müsbət ədədlərdə tək cütə baxırıq, mənfi ədədlərində tək cütünə baxırıq. Bir də yadınızda saxlayırsınız ki, 0 nə mənfi ədəddir, nə də müsbət ədəd deyil. Bunu yadınızda saxlayın. Bu da belə. Natural böləni, tam böləni dedim. Bir də bizə düşə bilər ki, sadə olmayan böləni. Məsələn, gərək mən elə 160 tutaq ki, olsun hansı ədədi? 20 ədədinə baxaq. 20 ədədinin bölündüyü 22-yə 10, 2-yə 5, 5-ə 1. Natural böləni 2-dən 2 dənədir, 5-dən 1 dənədir. Natural böləni tapanda hərəsinin üstə 1 gəlib qüvvətləri vururuq. 3 dəfə 2, 6. 6 dənə natural böləni var. Bunun sadə böləni neçə dənədir? Hərəsindən bir dənəni götürürük. Sadə bölən 2 dənə. Deməli, natural bölən 6 dənə oldu. Sadə bölən 2 dənə oldu. Sadə olmayan bölən deyəndə, sadə olmayan. Sadə olmayanı tapanda natural böləndən sadə böləni çıxmaq lazımdır. 6-dan 2 çıxarıq, 4 deyərik. Amma mürəkkəb böləni deyəndə, mürəkkəb böləni deyəndə natural böləndən sadə böləni çıxırıq, bir də 1 çıxırıq. Çünki bunun natural bölənlərinin içində biri 1-dir,
Bizdə də biz bilirik ki, bir nə sadədir, nə mürəkkəbdir. Yəni sadələri çıxmaqla bərabər həmin biri də çıxmalıyıq. Deməli bunun mürəkkəb böləni də olar 3 dənə. Bunu da yadınızda saxlayırsınız. Bir şey də yadınızda qalsın. Sadə ədədlər demişik ki, yalnız birə bir də özünə bölünür. Bu qeydi yadınızda saxlayırsınız. Deməli, bütün sadə ədəd 2 və 5-dən başqa bütün sadə ədədlərin sonu ya 1 olmalıdır, ya 3 olmalıdır, ya 7 ya da 9-dan qurtarmalıdır. Məsələn, tutaq ki, 120, deməli sonu hansı ədədlərlə bitməlidir? Sonu 1, 3, 7, 9. Mütləq sadə ədədlərin sonu bunlarla qurtarır. Məsələn, 125 sadə ola bilməz. Sonu bunlarla bitmir. Bir dənə yeganə 2 ilə 5-dən başqa. 2 ilə 5 özü sadə ədəddir də. Görürsünüz, bu qaydanı ödəmir. 2 ilə 5-dən başqa digər bütün sadə ədədlərin sonu mütləq bunlardan biridir. Məsələn, 1, 7, 2, 6 bu avtomatik buna baxan kimi deyirsiniz mürəkkəb ədəddir. Çünki sadə ədədlərin sonu mütləq 1, 3, 7, 9. Amma məsələn 111-ə baxıb deyə bilmərsiniz sadə ədəddir. Sonu 1-lə bitirsə bu mürəkkəb də ola bilər. Amma sadədirsə mütləq sonu bundandır. Yəni sadə ədədlərin sonu budur, amma sonu belə olan ədədlərə sadə ədədlər demək olmaz. Yəni bu qaydanı da düzgün dərk eləmək lazımdır. Sonra bizdə var idi, deməli, dedik ki, bir nə sadə ədəddir, nə mürəkkəb ədəddir. Gələk baxaq ədədin tək natural bölənlərinin, tək bölənlərinin sayına, bir də ədədin cüt bölənlərinin sayına. Ədədin cüt bölənlərinin sayı, bu dediyim qaydaların əksəriyyəti bəzi kitablarda yoxdur. Yəni bunları diqqətlə özünüz üçün qeyd eləyin bir yerə. Deməli, ədədin cüt bölənlərinin sayını tapanda həmin ədədi 2-yə bölüb, sonra normal natural bölənlərinin sayını tapmaq lazımdır. Məsələn, 120 ədədinin cüt bölənlərinin sayını deyir tap. Cüt bölənlərinin sayı. 120-ni əvvəlcə 2-yə bölək, eləsin 60. 60-ın natural bölənlərini tapdıq. 32-yə, 15, 3-ə, 5, 5-ə, 1. 2-dən 2 dənədir, 3-dən 1 dənədir, 5-dən 1 dənədir. Yuxarıların hərəsinin üstə 1 gəlib, hərəsinin üstə 1 gəlib, bir-birinə vururuq. Oldu 3 vur 2 vur 2, 3 dəfə 2 6, 6 dəfə 2 12. Deməli 120 ədədinin 12 dənə cüt böləni var. Bir də deyirəm, cüt bölənlərinin sayını tapanda əvvəlcə ədədi 2-yə bölürsünüz, sonra normal qayda ilə onun natural bölənlərinin sayını tapmaq lazımdır. Ədədin tək bölənlərinin sayını tapanda isə, o zaman cüt ədədləri ləğv eləyirik. Bunun tək yerdə qalan tək bölənlərin natural bölənlərini tapırıq. Məsəl üçün belə deyək də 60-ın tək bölənlərini tapırıq. Deməli cütləri ləğv eləyək. Cütlər getsin, qaldı. 3-dən 1 dənə, 5-dən 1 dənə. Bu da oldu 1 plus 1, bir də 1 plus 1. 1 üstə gəl 1. 2 vur 2, 4. 4. Deməli, bunun tək bölənlərinin sayı isə 60-ın tək bölənlərinin sayı isə bərabər oldu 4-ə. Bir də deyirəm, cüt bölənlərinin sayını tapanda ədədi əvvəlcə 2-yə bölürük. Buradan bir dənə tək bölən sözü yazın. Tək bölən. Cüt bölənlərinin sayını tapanda əvvəlcə ədədi 2-yə bölürük, sonra normal natural bölənlərin sayı düsturundan istifadə edirik. Tək bölənlərinin sayını tapanda isə yenə ədədi sadə vuruqlara ayırırıq. Cüt bölənlərin üstündən, cüt ədədlərin üstündən ləğv edirik. Tək olan hissənin natural bölənlərinin sayını tapmaq lazımdır. Sonra gəldik, baxdıq. Sonra gəldik, baxdıq ədədin əbobuna və əkobuna. Əboba və əkoba gələk, baxaq.
Verilmiş ədədlərin əbobunu tapdıqda, məsələn, kiçik bir ədədlə götürüm. Məsələn, götürürəm 12 ilə 20. Gəlin birinci bu əbobu sadə izahla başa düşək görək. Ən böyük ortaq bölən deməkdir. Gəlin baxaq görək bu əbob sözü nə deməkdir? Bir mənasını başa düşək. 12-nin bölənlərin ən böyük ortaq bölən baş hərfləri qısaldılıb yazılıb. 12-nin bölənlərini yazıram. 12 nəyə bölünür? 1-ə, 2-yə, 3-ə, 4-ə, 5-ə yox, 6-ya, bir də 12-yə. Bir də yazıram 20-nin bölənlərini. 20-nin bölənləri 1-ə, 2-yə, 4-ə, 5-ə, 10-a, bir də 20-yə bölünür 20. İndi bunun içindən ortaqları işarələyirəm. 1 hər ikisində var, 2 hər ikisində var, 4 hər ikisində var. Başqa ədədlər ortaq yoxdur. Deyirəm ki, ən böyük ortaq bölən, yəni ortaq olanların indi içinin ən böyüyünü götür. Yəni 12 ilə 20-nin əbobu 4-ə bərabərdir. Bir də deyirəm, ən böyük ortaq böləndir. Yəni həmin ədədlərin bölündüyü ədədlərdən ortaqları tapırıq və onun içinin ən böyüyünü götürürük. Bunu kiçik ədədlərlə izah üçün dedim. Təbii ki, bu böyük misallarla bunu bu şəkildə yazmaq bizə əlverişli olmaz. Məsəl üçün, bu ədəd tutaq ki, 120 ilə 20 olsa. O zaman 120 ilə 200 olsa, o zaman biz bunu 120 hansı ədədlərə bölünür yazsaq, həm bizim vaxt itkimiz gedər, həm də ortada hansısa rəqəmi unutmuş ola bilərik. Ona görə də bunun özünün xüsusi qaydasından istifadə eləyəcəyik. Gələk baxaq. Gələk 120 ilə bir dəqiqə silim təzdən nə yazım. Deməli, əbob, məsələn, 120 ilə 200-dür. Bunu daha biz bir-bir axtara bilmərik. O zaman qaydamız var. Sadə vuruqlara ayırırıq. 120 ilə 200-ü. 120, 2-yə 60, 3-ə 10, 2-yə 5, 5-ə 1. 200, 2-yə 100, 50, 5-ə 10, 5-ə 2, 2-yə 1. Bir də bəzi uşaqlar deyir ki, müəllimə, bunların yeri dəyişikdir. Yəni, birinci 2 gəlməlidir, sonra 3. Yadınızda qalsın, heç bir fərq yoxdur. Yəni, burada 120-ni birinci 5-ə də bölə bilərsiniz. Eyni ədədlər alınacaq, sadəcə yeri dəyişik olacaq. Yəni, heç bir fərqi yoxdur. Əsas odur, sağ tərəfdə yerləşən ədədlərin hər biri sadə ədəd olsun. Deməli, bunları sadə vuruqda ayırdıqdan sonra eyni olanları tapırıq. Yəni, bu 2 burada da var idi, burada da var idi. Bu birisi 2 də burada da var, burada da var. Bu 5-dən burada biri var, burada biri var. Bu 2-dən də burada var, burada var. Deməli, əbobu tapanda birləşdirdiyimiz ədədlərdən, yəni ortaq ədədləri götürürük və həmin ədədlərin hasilini tapırıq. 3 dənə 2 oldu, ortaq bir dənə də 5. Deməli, 8, 8 dəfə 5, 40. Deməli, əbob 120 ilə 200-ün əbobu 40-a bərabər oldu. Bir də deyirəm, əbobu tapanda sadə vuruqlara ayırdıq, hər ikisində ortaqları tapdıq, həmin ədədlərin hasilini tapdıq. Bir də bizdə var C ədədi. C ortaq olmayanların hasilidir. Bax, ortaq olmayanlar hansı oldu bizdə? Biri burada 3 oldu, 3-ün tayı yoxdur da, ortağı yoxdur digər ədəddə. Bu üzdə isə 5 artıq qaldı. Deməli, biz C-ni tapanda 3 vur 5, 15 deməkdir. C ortaq olmayanların hasili deməkdir. 3 vur 5 bərabər 15 şəklində tapdıq. Gələk görək əkobu necə tapmalıyıq. Əkoba gələk baxaq. Əkobu tapanda isə əkob, məsələn, yazıram. Tutaq ki, 15 ilə 20. 15 ilə 20-nin əkobunu tapaq. Yenə bu kiçik ədədlərlə müqayisə eləyək. Ən kiçik ortaq bölünən deməkdir. Bölünən. Hansı ədədlərin 15-in bölünənlərin yazıram? 15-ə bölünən birinci ədəd 15-dir, ikinci ədəd 30-dur, üçüncü ədəd 45-dir, dördüncü ədəd 60-dır. 5-ci 75 var. Bu qayda ilə davam eləyə gedir. Bu 5-dir. Aha. Sonra gəlib 20-nin bölənlərini yazıram.
20 ədədi 20-yə bölünür, 40-dır bölünən, 60-dır bölünən, 80-dir bölünən, 100-dür. Bu qayda ilə gedir, sonsuz saydadır. İndi bunların qaydamız necə tələffüz edirəm? Ən kiçik ortaq bölünən. Ortaq bölünənləri hər ikisində hansı oldu? 15 ilə 20-də. Eyni olanlar, biri 60 oldu, burada da 60. Təbii ki, bir də gələcək, 120 olacaq. Birincisi 60-dırsa, ikincisi də deməli bunun 60-ın vurma cədvəli kimi gedəcək də 120, 180, eyni qayda ilə həmin ədəd. Amma onların içinin ən kiçiyi neçə oldu? 60. Deməli, 15 ilə 20-yə bölünən ən kiçik ədəd 60-dır. Yəni, 60-dan kiçik ortaq ədəd yoxdur ki, həm 15-ə bölünsün, həm 20-yə bölünsün. Deməli, əkyob 15-20-ni tapdıq. Bunun da təbii ki, böyük ədədlər olanda bir-bir belə yazmağımız mümkün deyil. Ona görə də əkyobun da özünün yenə qaydası var. Gələk əkyobun qaydasına baxaq. Deməli, əkyob, məsələn, tapıram 60-la, tutaq 70-i. 60-la 70 olsun. Sadə vuruqları 60-la 70-i ayırıram. 60-ı 2-yə böləndə 30, 3-ə 10, 2-yə 5, 5-ə 1. 70-i tapıram. 77-yə olsun 10, 2-yə 5, 5-ə 1. Eyni olanları yenə birləşdirim. Eyni olanlar bu ikisidir. Ədədlərdən sıranın birini götürürəm. Məsələn, bu sıranı götürsəm, 2 vur 3, vur 2, vur 5, elə 60 deməkdir. 60 ədədini götürdüm. Bu biri tərəfdə birləşdirilməyən ədədi, ortaq olmayan ədədə vururuq. Deməli, cavabımız oldu 6 dəfə 7, 42, bir dənə də 0, 420. Ya da fərqi yoxdur. 70-i götürüb buradan birləşməyənlərə vururam. 70-i götürsəm, burada çatmayan 3-lə 2-dir. Vur 3, vur 2, yenə bu da 420 deməkdir. Deməli, qısaca nə edirik? Əkyobu tapanda sadə vuruqları ayırıb eyni olanları tapırıq. Ədədin birini götürürük, fərqi yoxdur. Ya 60-ı, ya 70-i. Birini götürürük, digərində çatmayana əlavə eləyirik. Ya da 70-i götürsəm, bu üzdən digərində çatmayana 3-lə 2-ni əlavə elədim. Fərqi yoxdur, yəni cavab eyni şey alınacaq. Aha, buradan bir şey də deyim. Məsələn, deyir ki, aşağıdakı ədədlərdən hansı düzgün ayrılış deyil? Düzgün sadə vuruqlara ayrılış deyil. Bir də belə yazaq. Deyir ki, aşağıdakı ədədlərdən hansı sadə vuruqlara düzgün ayrılış deyil? Bəzən uşaqlar bu sadə sualda amma səhvə yol verir. Məsələn, bu düzgün ayrılış deyil. Niyə? Sadə vuruqlara ayrılanda hər biri sadə ədəd olmalıdır. Bir isə nə sadədir, nə mürəkkəb. Ona görə bu ayrılış düz olmadı. Gəldik burası. Hər biri sadə olmalıdır, 8 mürəkkəb ədəddir. 2 dəfə 8, 16 eləsə də, yenə də burada 8 mürəkkəb ədəddir. Düzgün ayrılış deyil. Burada da 4 mürəkkəb ədəddir, yenə pozdur. Deməli, 16 4 dənə 2-dir və yaxud 16 bərabər bəzən 2 üstü 4 kimi də verilir. Bu düzgün ayrılış hesab edilir. Gələk əbobla əkyobun bəzi birgə istifadə olunan düsturları var. Onu deyim. Birinci, yenə deyirəm, əksər kitablarda olmayan kəsirin əkyobunun tapılmasını gəlin öyrənək bir yerdə. Əkyob məsələn 4-də 3-lə 3-də 1 olsun. Bir də əbobu tapaq. Əbob yenə 4-də 3-lə 3-də 1. Kəsir ədədlərin əbobun, əkyobun tapanda onları ortaq məxrəcə gətirmək lazımdır. 3-lə 4-də ortaq məxrəc 12-dir. Deməli, bu oldu 12-də 9, bu da oldu 12-də 4. Ortaq məxrəcə gətirəndən sonra 12-də 1-i mötərizə xaricinə çıxardırıq. Deməli, 12-də 1-i mötərizə xaricinə çıxartdım. Yerdə qaldı 9-la 4. 9-la 4 qaldı təkcə. İndi o da bərabər oldu. 12-də 1 vurulsun. 9-la 4-ə bölünən ən kiçik ədəd 36-dır. Deməli, ortaq əkyobunu tapsam 36-dır. 1 dəfə, 3 dəfə. Deməli, 4-də 3-lə 3-də 1-in əkyobu nəyə bərabər oldu? 3-ə bərabər oldu. Təzdən bir də əbobda ətraflı deyəcəm, yenə başa düşəsiz. Deməli,
Gəldik, baxdıq. Əbob, məsələn, 5-də 3-lə tutaq ki, 4-də 3 olsun, 4-də 1 olsun, fərqi yoxdur. Ortaq məxrəc eləyirik. 5-də 3-lə 4-də 1-ə ortaq məxrəc 20-dir. 20-də 12, yəni 5 olan yerin hər birini 4-ə vurdum. 4 olanında hər birini 5-ə vurdum. Belə olandan sonra məxrəci mötərizə xaricinə çıxardırıq. 20-də 1-i çıxartdıq, qaldı 12 ilə 5. Normal 12 ilə 5-in əbobunu tapırıq. 12 ilə 5-in əbobunu tapanda 2-yə 6, 2-yə 3, 3-ə 1, 5-də 5-ə 1. Ortaq vuruğu olmayan ədədlərin əbobu 1-ə bərabərdir. 20-də 1-i də 1-ə vuranda elə olacaq 20-də 1. Deməli, əbobu tapanda nə edəcəyik? Kəsirin əbobu ilə əkobunu tapanda ortaq məxrəc eləyirik. Məxrəc hissəni çıxardırıq mötərizənin xaricinə. Digər yerin əbobunu isə normal qayda ilə, əbobun və yaxud da əkobun normal qayda ilə hesablamaq lazımdır. İndi əbobla əkoba aid bəzi düsturları deyək. Əbobla əkobda qarşılıqlı sadə 1, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə, əkobu onların hasilinə bərabərdir. Əbobu 1-ə, əkobu məsələn 5-lə tutaq 7. Ortaq vuruğu yoxdur, qarşılıqlı sadədir, əbobu 1-ə bərabərdir. Əkobu isə, əkob 5-lə 7 isə onların hasilinə 35-ə bərabərdir. Vəssalam. Sonra gəldik 2. Biri digərinin böləni olan ədədlərin əbobu kiçiyə. Biri digərinin böləni olan ədədlərin isə əbobu kiçik ədədə, əkobu böyük ədədə bərabərdir. Məsələn, baxaq, əbob, tutaq ki, 10-la 50 olsun, bir də əkob 10-la 50 olsun. Biri digərin böləni sözünün mənası bu deməkdir ki, yəni 50 10-a tam bölünür qalıqsız. Biri digərinə qalıqsız bölünəcəksə, əbob deyəndə kiçik ədədi, əkob deyəndə böyük ədədi götürəcəyik. Sonra gəldik 3-cü qaydamıza. Eyni ədədlərin əbobu ilə əkobunun hasili eləcə onların özünün hasilinə bərabərdir. 5 ilə məsələn 13 vurulsun, əkob 5 13. Bərabər olacaq eləcə 5 vur 13-ə. Da bir-bir əbob əkob hesablamaya ehtiyac yoxdur. Deməli, bir də deyirəm. Əbob AB vurulsun, əkob AB eləcə A vur B-yə bərabərdir. Eyni ədədlər isə əbobu ilə əkobun hasili eləcə onların özünün hasilinə bərabərdir. Eyni ədədlərin əkobunun əbobuna bölünməsi isə C-yə bərabərdir. Məsələn, əkob 15 ilə 40 bölünsün, əbob 15 ilə 40. Bərabər olur C-yə. C-nin də tapılmasını bayaq sizə demişəm. Ortaq olmayanların hasili deməkdir. 3-ə 5, 5-ə 1. 40-da 2-yə 20, 2-yə 10, 2-yə 5, 5-ə 1. Eyni olanlar bir dənə 5-dir. Deməli, ortaq olmayanlar olacaq 3 vur 2 vur 2 vur 2. 8 dəfə 3, 24. Yəni, əkobla əbobu eyni ədədlərdirsə, kəsir xəddi, yəni bölünməsi, kəsir xəddi bölməməli deməkdir, nisbətidirsə, o zaman bir də deyirəm, həmin ədədləri sadə ikisincə sadə vuruqlara ayırıq, ortaq olmayanların, eyni olmayanların hasilini tapırıq. Bu da bu qədər. Sonra bizdə var idi, deməli, əbob bu düsturlarda yadınızda saxlayırsınız. Əbobun kvadratı bərabərdir A, B bölünsün C. Yəni, məsələn, A vur B tutaq. Əbob 23 ilə 70-dir, məsələn. Deyir, bunun ortaq əbob məsələn tutaq ki 60-dır. A 10-dur. Tutaq ki, B bir başqa ədəddir və yaxud da C-ni verib. Deyir, digərini tap. Bu düsturda yerinə qoyub yazırsınız. Sonra əkobun da kvadratı bərabərdir. Bu əkobdur. Bərabərdir A vurulsun B vurulsun C. Bu iki düsturda. Buradan əbobu tapanda bunun kök altına da sala bilərik də. Birinin kvadratı varsa, digərinin kvadratı yoxsa kök altına da salab tapa bilərik.
Aha, baxım görüm bizdə başqa nəsə yaddan çıxan bir şey qalmayıb ki. Yox, zənnimcə qalmayıb. Natural ədədlər bu qədər. Yenə də hər hansı bir əlavələr olarsa, onları da əlavə eləyərəm. Zənnimcə bütün xırdalıqları qeyd eləmişəm.